Xəzər dənizində növbəti dəfə bədbəxt hadisə baş verib. Belə ki, hadisə iyulun 6-da axşam saatlarında Xəzər dənizinin paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb. Həyata keçirilən axtarış xilas etmə əməliyyatları nəticəsində 51 yaşlı Rasim Məmmədov və onun 10 yaşlı qızı Aytən Məmmədzadənin həyatını xilas etmək mümkün olub. Axtarışlar zamanı dalğıcılar tərəfindən Rasim Məmmədovun 21 yaşlı oğlu Raul Məmmədovun meyidi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda isə dənizdə batdığı ehtimal olunan 19 yaşlı Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir. Yaxın adamlarıyıq, qohum-əqrəbəyik, gəlmişik. Allah səbir versin valideynlərinə. Ata və evladları gəliblər dənizə. 19-20 yaşında uşaqlardır, qız uşağıdır biri, indi qalıb hal-hazırda dənizdədir. Maşınların hamısını çəkmişik, işıqların vermişik dənizə ki, hərə bir tərəfdən baxır ki, görək hardan çıxır, nə təhər olur, nə bilim. Burada belə hadisələr tez-tez baş verir, yoxsa? Tez-tez baş verir, yəni gərək bu havada, küləkdə nəzarət olmalıdır. Nəzarət güclü olmalıdır da. İndi baxın da bir dənizi də bir çəkin, görün dəniz dağılır da. Bu küləkli havada hamıdan xahiş edirik ki, valideynlərdən balalarını beləsinə külək olanda dənizə gətirməsinlər. Küləkli havadır, dəniz gəlir aşağıdan aparıb su dağılır da aləmdə. Baxın da dəniz dağılır.